Borc səbəbindən ölkədən çıxışa məhdudiyyət tətbiq oluna bilər. Belə ki, Milli Məclis Gömrük Məcəlləsinə dəyişiklikləri üçüncü, yəni son oxunuşda qəbul edibdir. Qəbul edilən dəyişikliklərə əsasən gömrük orqanlarına xarici iqtisadi fəaliyyət iştirakçıları barəsində ölkədən çıxışın müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək səlahiyyəti veriləcəkdir. Borc tam ödənildikdən sonra isə tətbiq olunan məhdudiyyət gömrük orqanı tərəfindən aradan qaldırılacaq. Sənədə əsasən Azərbaycanla digər dövlətlərin gömrük orqanları arasında informasiya mübadiləsi də genişləndiriləcək. Yeniliklərdən biri də gömrük brokeri anlayışı ilə bağlıdır. Dəyişikliyə əsasən bu sahədə fəaliyyət göstərmək istəyən şirkətlər xüsusi reyestrdə qeydiyyatdan keçməli olacaqlar.